Dostlar, hər kəsə salam olsun. Dövlət qulluğu haqqında qanunun 20-ci maddəsinin 1.3-cü bəndində qeyd olunur ki, dövlət qulluqçusunun dövlət orqanının və ya yerli özünü idarə etmə orqanlarının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa ixtiyarı yoxdur. Yəni, dövlət qulluqçusu kiminsə adından dövlət orqanına ərizə vermək, iclasda iştirak etmək və ya hansısa məsələdə onu təmsil etmək hüququna malik deyil. Bu qayda dövlət qulluqçusunun yalnız öz işinə diqqət yetirməsini təmin edir və maraqların toqquşmasının qarşısını alır. Məsələn, nümunə verək. Fikirləşin ki, bir dövlət qulluqçusu Vergilər Nazirliyində çalışır, onun qonşusu bir vergi məsələsini həll etmək üçün kömək istəyir və dövlət qulluqçusu həmin qonşusunun adından Vergilər Nazirliyinə gedib işi həll edə bilməz. Çünki nədir? Bu qanunla qadağandır. Bəs bu qaydalar nə üçün vacibdir? Burada maraqların toqquşmasının qarşısını almaq, dövlət qulluqçularının neytrallığını qorumaq və dövlət orqanlarının işinin şəffaflığını təmin etmək məqsədi daşıyır. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.